Salam dostlar. Bugün en yaxşı maşın danışacağım. En yaxşı maşın kardeş 07'den görürsüz. Arka bufer deyirəm. Maşın ağağdır. İçi en yaxşısıdır. Gəlin sürdürəm. Sizə bir öğretim dostlar. Dostlar bunun skorsu çətindir. Siz bunu çətin öğrenseniz 07 çox çətin dostlar maşındır. 07'yi sürmek için prova da gerektirir dostlar. Bakın. İçi tertemiz, təzədir dostlar. Pulla almışam oyundan. Oyunda pul da var. Yani pulla aldım. Dostlar görürsünüz de siz de görürsünüz 07'nin güzelliğini. En güzel maşın 07 ve 06'dır dostlar. 06'nın belə videosunu istiyorsanız aşağıda şərh bölməsində yazın. İstədiyiniz Predok oyunların, Predok maşınların belə videosunu anlatan videosunu gətirərəm dostlar. Oyun Predok kimidir? Mən bu oyunu çox sevirəm dostlar. Dostlar baxın. Oyun belədir. Maşınımız uzaqdan təzə görünür, hatta gözdən. İstəyirseniz şəkil alın dostlar. Belə istəyən varsa yazın dostlar, bir şey göstərəcəm. Bu bax maşınımız. Nömrəsi neçə daha bala? Gözə göstərim. Nömrəsi ondan Nömrəsi burada yazılır dostlar. Burada yazılır. Yani en yaxşı maşın 07. 07 ve 06. 06 dözümlü maşındır. Size söylesem dözümlü maşındır. Yani 06'nın çok dözümlü maşın olduğunu değil. Həqiqətən de çok dözümlü. Budur, nömrəsi yazılır. Yani dostlar tabi gösteremedim. Neyse. O MS nömrəsi budur. Bir sürək yine göstereyim. Daha en ağıllı maşın değil. O kadar da söğüş söylemeyek de. Girəyə maşına. Necə girəcək? Neyse dostlar. Bitirək videoyu. Görüşək.